Linux video dərslər seriyamızın ikinci bölümündə hər birinizi xoş gördük. Bugünkü dərsliyimizin mövzusu installation, yəni qurulum olacaq. Linux'u kompüterimizə necə qura bilərik, bunu öyrənəcəyik dostlar. Linux'u kompüterimizə qurmaq üçün biz Ubuntu'nun kompüterə necə boot edilməsini öyrəndik. Useful links bölməsindən USB-yə ya da CD-yə, DVD-yə necə yazılacağını öyrəndik. İndi isə onu kompüterimizdə boot edib install page-ni önümüzdə açmışıq. Bura qədər gəlmişiksə demək ki, hər şey düzdür. İndi biz Ubuntu'nun kompüterə necə qura bilərik, bunu öyrənəcəyik. Gördüyünüz kimi önümüzdə də installation page açılıb. Bu installation page-də bizdə nələr var? Gördüyünüz kimi sol tərəfdə dil seçənəkləri mövcuddur. Burada ingilis dili, türk dili və s. müxtəlif dillər mövcuddur. Amma məsləhət görülən dil ingilis dilidir. Nəyə görə? Çünki siz türk dilini seçsəz, misal üçün deyirəm, türk dilini seçsəz, terminalda bəzi funksiyalar dəyişdirilmiş şəkildə gəlir. Bu da Linux'un özünü öyrənməyimizdə biraz problem yaradır. Linux ingilis dilində daha gözəldir məncə. Çünki onun terminalı ingilis dilindədir, bəzi funksiyalar ingilis dilindədir. Siz də bunu ingilis dilində istifadə etsəz daha gözəl olar. Başqa nə seçənəklərimiz var? Burada Try Ubuntu və Install Ubuntu deyə iki seçənəyimiz mövcuddur. Əgər siz Try Ubuntu seçənəyini klikləsəz, buradan gəlib Try Ubuntu-nu klikləsəz, kompüterinizdə heç bir qurulum etmədən, heç bir şey etmədən, sadəcə live CD-dən, yəni canlı CD-dən kompüterinizdə Ubuntu-nu açmış olacaqsınız. Ubuntu-nu test etmək üçün yaradılmış bir seçənəkdir bu. Əgər dediyim kimi Try Ubuntu seçsəz, kompüterinizdə Ubuntu-nu qurmadan onun necə kompüterinizdə göründüyünü və ya driverlərin dəstəklənib dəstəklənmədiyini görə bilərsiniz. Ubuntu kompüterinizdə live olaraq açılacaq. Əgər Install Ubuntu seçənəyini seçsəz, kompüterinizdə Ubuntu'nun qurulum pəncərəsi açılacaq. Bizim kompüterimiz hal-hazırda bomboşdur, yəni heç bir əməliyyat sistemi yoxdur. Mən Try Ubuntu'nu göstərməyə ehtiyac duymuram, ona görə Install Ubuntu göstərəcəm. Yəni bugünkü həm də video dərsimizin mövzusu installation'dır. Ona görə Install Ubuntu seçənəyini seçib davam edirəm. Bəli, önümüzdə belə bir pəncərə açılır. Preparing to install Ubuntu. Buradan Ubuntu'nun kompüterə qurulumu vaxtı nələri etməyinizi seçməyinizi istəyir sizdən. Burada iki seçənəyimiz mövcuddur. Bunlardan birincisi Download Updates while installing Ubuntu. Bu nə deməkdir? Kompüterə Ubuntu qurulan müddətdə updateləri, yəni güncəlləmələri, yeniləmələri kompüterimizə qur. Biz bu seçənəyi klikləyirik. İstəyirik ki, Ubuntu qurulan müddətdə ən yeni versiya qurulsun. İkinci seçənəyimiz isə Install First Party Software for Graphics and Wi-Fi Hardware, Flash, MP3 and Other Media. Bu isə kompüterimizdə MP3-ün Wi-Fi hardwarelərinin, yəni Wi-Fi qurullarının qrafik kartının dəstəklənməsini bizə təmin edir. Biz də bu seçənəyi seçərək bunu təsdiqləyirik. Gördüyünüz kimi hər iki seçənəyi seçdik. İndi kompüterimizə Ubuntu qurulan müddətdə yeniləmələr, güncəlləmələr kompüterimizə gələcək. Install First Party seçdiyimizə görə də bütün hardware, yəni driverlər dəstəklənəcək. First Party Software, qrafika kartı olsun, Wi-Fi hardware olsun, Flash player olsun və ya MP3 alətləri və s. kompüterimizə yüklənmiş şəkildə gələcək. Bunları ikisini də seçərək Continue düyməsini basıb davam edirik. Bəli, önümüzdə Installation Type deyə bir pəncərə açılır. Bu pəncərədə bizdən qurulum tipini seçməyimizi istəyir. Kompüterimizdə hal-hazırda heç bir əməliyyat sistemi olmadığı üçün, yəni hard diskimiz tamamilə boş olduğu üçün bizdə bir dənə seçənək gəlir. Erase disk and install Ubuntu. Yazır this computer currently has no detected operating system. What would you like to do? Kompüterinizdə əməliyyat sistemi tapılmadı, nə etmək istəyirsiniz? Əgər sizin kompüterinizdə Windows əməliyyat sistemi varsa və siz də bunun yanına Ubuntu'nu qurmaq istəyirsinizsə, buna dual boot deyirlər. Yəni kompüter açılanda sizdən soruşur ki, Windows açılsın yoxsa Linux və ya başqa əməliyyat sistemi də ola bilər. Bu zaman bu installation pəncərəsində siz alongside Windows seçənəyini seçirsiniz. Sizdə ən birinci yəqin ki olacaq o. Install Ubuntu alongside Windows. Yəni Windows'un yanına Ubuntu'nu qur deməkdir bu. Heç bir şey silinməyəcək kompüterinizdən, hard diskiniz olduğu kimi qalacaq, Windows'da qalacaq, fayllarınızda qalacaq. Sadəcə hard diskinizdən müəyyən qədər yer ayrılacaq
O ayrılan yerə də Ubuntu-nu quracaq. Amma bizim kompüterimizdə əməliyyat sistemi olmadığı üçün Erase Disk and Install Ubuntu seçeneği gəlir. Bu seçenek sizdə də gələcək. İstəsəz bu seçeneği də seçə bilərsiniz. Bu seçenek nə edir? Bu isə kompüterdə olan hard diski sıfırlayır və ora Ubuntu-nu qurur. Yəni orada bir root folder yaradır, root ağacı yaradır. Bunun üzərinə gəlib Ubuntu-nu yerləşdirir. Əgər kompüterinizdə yararlı fayllarınız, məlumatlarınız varsa, bunları backup etməyiniz məsləhət görülür. Yəni başqa bir yerə kopyalamağınız məsləhət görülür. Əgər bu seçeneği seçəcəksinizsə, çünki bu seçeneği seçdiyinizdə kompüterinizdə olan bütün fayllar silinir və oraya yalnız Ubuntu qurulur. Bizim kompüterdə hal-hazırda əməliyyat sistemi olmadığı üçün mən bu seçeneği seçib Install Now, yəni indi qur seçeneğini seçirəm. Burada önümüzə belə bir pəncərə gəlir. Bizim etdiyimiz dəyişiklikləri təsdiqləməyimizi istəyir. Deyir ki, diskinizdə 2 ədəd partition yaradacağım və bunlara içində formatlayıb Ubuntu yazacağım. Mən bunu təsdiqləmək üçün Continue düyməsini basıram. Aşağıdakı seçənəklərlə çox maraqlanmayın, çünki bunlar irəli səviyyə istifadəçilər üçündür. Bəli. Burada where are you, yəni hardasan deyə bir sual verir bizə. Bizim avtomatik olaraq yerimizi də təsdiqləyir. Misal üçün biz hal-hazırda Azərbaycanda olduğumuz üçün, Azərbaycanın da paytaxtı Bakı şəhəri olduğu üçün avtomatik bura Baku yazdı. Əgər siz başqa bir ölkədəsinizsə və oranın paytaxtını burada görürsünüzsə, demək ki, hər şey doğrudur. Bizdə Bakı olduğu üçün təsdiqləyirəm. Continue. Qeyd edeyim ki, bunu eləmək üçün internetə bağlı olmalısınız. Fikir verirsinizsə, mən də burada internetə qoşulmuşam. Continue düyməsini klikləyirəm. Yəni təsdiq edirəm ki, mən Bakıdayım. Önümüzdə Keyboard Layout deyə bir pəncərə açılır. Bu pəncərədə bizim klaviaturamızın ayarları istənilir. Gördüyünüz kimi avtomatik olaraq bayaq Bakı seçdiyimiz üçün Azərbaycan language gəlib, Azərbaycan language-ində 2 ədəd seçeneği var. Options bölməsinə baxsınız, burada görəcəksiniz. Azərbaycani və Azərbaycan Clinic. Azərbaycan Clinic Azərbaycan Kiril dilidir daha doğrusu. Bu dil istifadəyə yararlı deyil. Birinci seçenəyimiz isə Azərbaycani tək olan Latın dili seçeneğidir. Biz istifadə etdiyimiz dil də Latın dili olduğu üçün Azərbaycani seçenəyini seçib Continue düyməsini basıram. Çünki Latın dilində qurulum eləmək istəyirəm. Kiril dili bizim məqsədimiz üçün uyğun deyil. Continue düyməsini basıb təsdiqləyirəm. Önümüzdə Who are you deyə bir pəncərə açılır. Burada bizim şəxsi məlumatlarımızı istəyir. Your name, sənin adın nədir? Mənim adım Zaurdur. Your computer's name, sənin kompüterinin adı nədir? Mənim kompüterimin markası Dell olduğu üçün mən bura Dell yazıram. Siz başqa bir şey də yaza bilərsiniz. Dell yazıram. Pick a username, sənin username, yəni username'i bura daxil etmək lazımdır. Bizim username'imiz də Zaur olsun istəyirəm. Choose a password. Bu bölmədə biraz diqqətli olmaq lazımdır. Nəyə görə diqqətli olmaq lazımdır? Ona görə ki, bizim kompüterimizdə etdiyimiz hər dəyişiklik bu passwordla təsdiqlənəcək. Hər giriş etdiyimizdə bu password soruşulacaq. Yəni hər şey bu passwordlandır. Qısa konkret. Super user, yəni admin userinə çatmağımız üçün bu şifrədən istifadə edəcəyik. Ona görə bu şifrəni yadınızda qalan bir şey qoyun. Məsəl üçün mən də 2 hərfli bir şifrə seçirəm. Aşağıda Login Automatically deyə bir seçenek var. Bu seçeneği seçsəz, sistemə giriş edərkən sizdən şifrə soruşmayacaq. Amma etdiyiniz hər dəyişiklikdə, hər qoyduğunuz proqramda sizdən şifrə soruşacaq. Onun altında da Require My Password to Login deyə bir seçenek var. Bu nədir? Bu da ki, sistemə hər giriş etdiyinizdə sizdən şifrə soruşacaq. Yəni sistem açılan vaxt sizdən şifrəni soruşacaq ki, sistemə giriş edə biləsiniz. Biz bu seçeneği seçirik. Ona görə ki, həm sizə login ekranını göstərmək istəyirəm, həm də hər şeyin default olmasını istəyirəm. Require My Password to Login seçenəyini seçirəm. Encrypt My Home Folder seçenəyini seçsəz, kompüterinizdə Ubuntu-nu qurduqdan sonra, fayllarınızı home papkasına yüklədikdən sonra, əgər Live CD ilə kompüterinizi açsaz, encrypt olunmuş home papkasına daxil ola bilmirsiniz. Şifrələnmiş bir home folder sizə təqdim edir. Bu seçeneği də mən seçmirəm, çünki ola bilər mənim kompüterimə nəsə olsun və Encrypt My Folder seçenəyini seçsəm, Home Folder seçenəyini seçsəm, o papkanın içinə artıq mənim əlim çatmayacaq. Ona görə mən o seçeneği seçmirəm. Require My Password to Login seçenəyini seçib Continue deyib davam edirəm. Bəli, installation başladı. Bu proses
biraz uzun seçdiyi üçün mən videonu burada saxlayıram. Installation bitdikdən sonra videoya geri qayıdacağıq. Bəli, installation sona çatdı. İndi bizdən kompüterimizi restart etmemizi, yəni yenidən başlatmamızı istəyir. Deyir installation is complete, yəni installation sona çatdı. You need to restart the computer in order to use the new installation. Yeni installation istifadə etmək üçün kompüteri yenidən başlatmağa ehtiyac var. Bizə burada restart now deyə bir düymə gəldi. Bu da kompüterini indi yenidən başlat deməkdir. Restart now düyməsini klikləyib gözləyirik. Və budur. Kompüterimizi yeni quraşdırdığımız Ubuntu uğurlu bir şəkildə quruldu. Bizdən gördüyünüz kimi password istəyir. Bu password qurulumda yazdığınız şifrədir. Yəni burada yazdığınız password qurulumda yazdığınız passworddur, bildirdiyiniz passworddur. Budur. Ubuntu kompüterimizdə açıldı. Buna X eləyib bizə qısa yolları göstərir. Növbəti video dərsliyimizdə Ubuntu əməliyyat sistemini, yəni yeni qurduğumuz bu Ubuntunu necə update eləyə bilərik, yeniləmələri necə kompüterimizə yükləyə bilərik, bunu görəcəyik. İzlədiyiniz üçün təşəkkürlər. Sağ olun, salamat.